Ardınca uşaq tərbiyəsində nə dəyişib? Böyük və kiçiklər niyə anlaşa bilmir? Uşaqla razılaşmaq, döymək, yoxsa aldatmaq? Hansını seçirsiniz? Övladına hər istədiyini alan Rövşanə nədən gileyləndi? Müğənni Lətifə Soyuz uşaqların hansı cəhətindən narazıdır? Elnarənin incə maraqlarında. Necəsiz, keyfiniz, halınız, maşallah. Uşaqla baxın, xanım gəlib burada elə yatır, hə? Nə yaxşı səsi öyrəşib, yatır. Bizi efirdən izləyənləri salamlayırıq. Bugün biz uşaq tərbiyəsindən danışırıq və çox incə məqamlara toxunacağıq orada. Bax, elə burada əyləşən valideynlərimiz də var, uşaqlarımız da olacaq defilədə bir-birindən gözəl. Deyirəm ki, bundan gözəl sevgi ola bilər. Valla, əgər bir valideynin övladı varsa, yəni valideyn adını artıq qazanırsa, bu onun üçün ən böyük sevgidir. Və hər birinizə valideyn övlad sevgisi arzu edirəm. Bu səmimi olsun, bu bir ömür olsun, dost olun həmişə, mehriban olun. Hə, çox sağ olun, təşəkkür edirəm. Birinci papası, sonra uşağı taparıq, həll edərik. Deməli, İncə Maraqlar Aynet komandası bizim Facebook səhifəmizdir. Yazırsınız ora fikirlərinizi. Çalışdığım qədərilə səsləndirəcəm Facebook dostlarımla. Buradan çox-çox xahiş edirəm, məndən incimin, əgər kiminsə şərhi səslənmirsə, ya eyni bir-birinə oxşayan şərhlər olur, mən bunu təkrarən oxumaq istəmirəm. Və yaxud da ki, vaxt çaşmazlığından mən artıq efir bitəndən sonra bəzən kontrol edirik biz, prodüserla, görürük ki, hə, bir xeylax artıq yazmışsınız və biz onu çatırıb oxuya bilməmişik. Lütfən incimin, siz yenə də fikirlərinizi yazın, çünki bizim Facebook səhifəmizi daha sonra verilişimizi sevənlər, verilişimizdə olan qonaqları girirlər, baxırlar, şərhləri oradan oxuyurlar. Yəni, hərə oradan bəzən özü üçün nəysə götürə bilər. Və studiya nömrəmiz 497-72-74 zəng vurub bizimlə canlı telefon bağlantısında fikirlərinizi bildirə bilərsiniz. Və mən ilk əvvəl dəvət etmək istəyirəm bura. Bizimlə İncə Maraqlarda əməkdaşlıq edən uşaq salonları var, uşaq geyim mağazaları var. Niyə mən onları çağırıram çox tez-tez? Çünki belə mövzular olanda çağırıram. Çünki onlar çox məsuliyyətlidirlər. Çox yaxşı hazırlaşırlar, çox böyük həvəslə hazırlaşırlar. Və bugün mən dəvət edəcəm bura bizim dostumuz, baxın Leyla xanım, özü də burada əyləşib, düzdür oğlunu gətirmədi, söz vermişdi. Aha. Və elə uşaqla bayıra çıxmaq, bax valideyn hara getdi uşağı aparmaq falan, onlara da toxunacaq. Mən istəyirəm çağırım bura Ramazan və Jaləni. Buyursunlar, gəlsinlər bura, onlar bizim uşaqlarımızı bəzəyəcəklər. Hoş gəldiniz, gəlin bura. Kimdə mikrofon var, Jalədə var, Ramazanda yoxdur. Gəlin, zəhmət olmasa bura. Siz ikiniz də subaysınız. Evet. Biz üçümüz də subayıq, ağzımız hələ belə necə deyərlər də istəyirdədir. Biz bilmirik gecə yuxusuz qalmaq nə deməkdir, uşağı tərbiyə etmək nə deməkdir. İnşallah, Allah bizə qismət eləyər bu yuxusuzluğu. Bizim bir əməkdaşımız var, Elçin. O da ata olub, Elçin Bayramov, Ağıl Dəryasının və şəxsiyyət vəsiqəsi verilişlərinin prodüseridir. Və artıq birinci gündən deyinməyə başlayıb Facebookda yazıb ki, ilk yuxusuz gecəmiz. Xəstəxanadan uşağı çıxarıb gətiriblər. Səhər də gördüm işdə yuxulu gəzir. Dedim, Elçin, qoy xanım baxardılar. Sən niyə baxdın? Deyir, yox, deyilmər, durdum, istədim yanlarında olum. Bax, bu cür nə hissdir bu. Ramazan, amma siz uşaqlarla, bəzən uşaqlar sizin yanınızda elə xarakter nümayiş etdirirlər. Halbuki evdə onlar onu nümayiş etdirə bilmirlər. Çünki siz uşaqlarla bir neçə saat vaxt keçirirsiniz. Onların saçlarını bəziyirsiniz, üzlərini bəziyirsiniz, ad günlərində, özəl günlərində, düzdür? Uşaqların hansı kaprizləri var? Uşakların kaprizleri yani ailesinin yanında olmadıkları gibi yani dükkana geldiklerinde daha farklı yani istedikleri ümumiyetle hani daha kendi serbesttiler ha? Serbesttiler. Seçimlerinde. Yani istediği şeyi mesela böyle en çok istedikleri böyle başa katılacak bir şeyler istiyorlar. Yani fikirleri tamamen iPad'leri olsun. Yəni sifariş özləri verirlər ki, saçımız belə olsun, üzümüz belə olsun, falan qəhrəmana bənzədin, hə? Ya tabii ki özleri kendileri istedikleri şekilde aklındaki başlarındaki öz şeylerini, fikirlerini söylüyorlar. Saçlarını kendileri böyle olsun. Yani şekiller, çizgiler olsun, hörükler olsun. Herkes kendi başısı oluyor. Biz uşaq olanda, belə də mən balaca olanda, saç ustası yaxın gələndə saçma mən necə ağlayırdım. Amma indi uşaqlar sərbəst deyirlər ki, aparın bizi
Barbaresoya, biz orada bax belə istəyirik, saçımızı planşetdən şəkil gətirib göstərənlər olur ki, bu cür istəyirəm. Bəli, əlbəttə ki. Restart o anda elə bir şeydir ki, yəni onu eləyəndə onsuz da razı qalırlar. Amma kostyum seçilməndə bizdə personaj geyinmənin satışı da var. Elə olur ki, çox kaprizli olurlar. Ona görə biraz çətin olur o. İnşallah Jalənin toyu olsun, Samir. Biz də bərabər gedək. Bizim burada təhlükəsizlik xidmətinin əməkdaşı var. Onun dayısı qızıdır Jalə. Görünən qəşəng qızdır. İnşallah sizin toyunuz olsun, sizə uşaq qismət olsun. Və sizi alırıq ora. İndi birazdan uşaqlarımızı görəcəksiniz, nələr təqdim edəcəksiniz deyərsiniz və birazdan mən sizə yaxınlaşacağım, ünvanlarınızı da götürəcəm. Eyni zamanda hədiyələr gətiriblər bizim uşaqlarımız üçün. Bax, onları da siz təqdim edirsiniz uşaqlara. Buyurun, zəhmət olmasa. Və bizim burada bax bu gördüyünüz gözəl əl işləri, xüsusilə anons edirik verilişlərimizdə əl işləri təmənnasız olaraq gələ bilərsiniz, buradan təqdim edə bilərik. Mən istəyərdim ki, bax bu şəkillərin, əl işlərinin müəllifi Aytən xanımı dəvət edin bura və görək o xanımlarımıza nə təqdim edəcək bu işlərdən əlavə. Aytən, buyurun. Hoş gəlmişsiniz, gəlin bura. Nə gözəl belə rəng seçmişsiniz, nə gözəl bu imic. Özünüz almışsınız bunu, yoxsa tikdirmişsiniz? Almışsınız. Hə, çox gözəl yaraşır sizə. Aytən xanımı fransız qızlarına bənzətdim. Hə? Elə bil fransız qızlarıdır. Fransada küçədə gəzəndə sizi görsəydim, elə biləcəkdim fransızsınız. Heç vaxt ağlıma gəlməz ki, bu qız Azərbaycanlı ola bilər. Neçə yaşından əl işlərinə məşğulsuz? Artıq 10 ildən artıqdır. 10 ildən artıqdır. Aha, biraz möhkəmdən danışın, zəhmət olması. Deyəsən sizin təbiətiniz sakitdir və səsiniz də sakit çıxır. Hə, 10 ildən artıqdır Aytən əl işləri ilə məşğuldur. Bax, bu şəkillərdən biraz istəyirəm danışasınız da. Bunlar hazır götürürsünüz, şəkil üzərindən eləyirsiniz, yoxsa öz fantaziyalarınızdır? Elə rəsm var ki, çəkilir. Çünki mən rəssam olduğum üçün rəsm çəkilir. Elə rəsmdə sifarişçilər istəyir ki, o tez başa gəldiyi üçün. Sifarişlər qəbul edirsiniz? Bəli, portretlər yoxsa yalnız Fərq etməz. Bəli. Aha, güzgünün yanında da burada nəsə var, əl işi. Baxın buna. Aha, güllərlə bəzənilibdir bu. Bax, misal üçün belə bir şey, bunu misal üçün mənim şəklim də ola bilər bunun yerində, belə. Nə qədər vaxt hazırlayırsınız bunu? Bir həftə. Bir həftəyə? 7 gün ərzində. Və durmadan, yatmadan onu hazırlayıram. Niyə qızım, yat, dur, yeməyi elə də? Bunun əlavə başqa işlə çalışdığım üçün zaman olmadığı üçün. Amma bir gün tükənəcəksiniz axı. Amma bir göz qalıram. Amma yenə də fiziki sağlamlıq çox önəmlidir də, yəni. Bir söz deyim, misal üçün sifarişləriniz indi neçəyədir ki, yəni nə qədər, cibimdə nə qədər pul olmalıdır ki, gəlim öz şəklimi çəkdirim sizə? Rəsmlərin qiyməti... Təxmini deyil, dəqiqdən sonra deyəcəklər ki, efirdə bunu demişdim, bax indi bizə belə deyirsən. Yox. Təxmini də indi? Təxmini hardasa... 100 manatdan yuxarıdır, hə? Ondan da yuxarı bəli. Çünki o çəkmə və tikilmə çox baha. 100 manatda şəkil çəkmirsiniz? Rəsmin ölçüsündən asılı olur. Hə, ölçüsündən asılıdır. Yəni o siz niyə belədir? Şəkil sifariş vermək istəyirsiniz? Hə, elədir o yəni. Öz şəklinizi elətdirirdiniz. Maşallah. Biz heç nədən geri qalmırıq. Hər şey. Deməli, Aytən xanım, bugün bəs xanımlara nə təqdim edirsiniz? Evdə misal üçün belə bir rəssamlığa meyilli göstərən, əl işlərinə meyil göstərən xanımlara nə deyirsiniz? Keçək istəyirsiniz, oradan izah edin. Buyurun. Ay, necə sakit qızdır ya. Görürsən, neçə yaşı var, qardaşımı alardım, evdə belə sakit gəlin onlar. Subaysız? Bəli, subaysız. Sakit qızdır, amma səni qaçıracaqlar, səni qoymayacaqlar çox qalarsan. Çünki sakit qızdır. Hə. Deməli, başlayaq. Bu nədir? Ağ parça götürülür. Biz bir yaxacıq üçün, bir gül hazırlamaq üçün və bu paltar üçün, pencək üçün, düzdür? Gençlərdən istifadə edəcək. Bu ziyafət üslubunda olacaq, yoxsa gündəlik bir üslubdan? Baxır zövqə. Baxır zövqə. Gəlin, onda onun üçün bizə nə lazımdır? Baxın, yaxaya kim xoşlayırsa, güllər, misal üçün gül, bəzək. Bir parça ağ rəngdə. Bəli, bunlar kəsiləcək. Qırmızı lent. Qırmızı fərq etməz. Rəng seçimində siz özünüz də qərar verə bilərsiniz, əziz xanımlar. Yəni zövqə görədir. Sarı ola bilər, yaşıl ola bilər, başqa rənglər ola bilər. Daha sonra şam niyə lazımdır? Çünki bunları haşalandığı üçün bu yandırılır ki, bu... Mən belə başlasın, belə bir şey düzəldəcəksiniz. Bax, bu hazır forması da artıq düzəlib. Belə bir
formada yaxa bəzəyi. Bax belə. Baxın, qəşəngdir bu. Bunu olmaz ki başıma vurun. Ancaq yaxa üçün. Bax belə bir şey hazırlayacağıq. Amma rəng seçimində siz sərbəst olun xanımlar. İstəyirsiniz bunu hansısa bir paltara, pencəyə görə başqa bir rəngdə edə bilərsiniz. Düzdür? Aytan xanım, nə qədər vaxt gedir buna? 15 dəqiqə, 20 dəqiqə, 15 dəqiqə vaxt gedəcək. Tamam, siz başlayın işlərinizə. Bizim operatorumuz sizin işinizi göstərəcək, necə hazırlanır. Və keçim dəvət edin bir-bir qonaqlarımızı, başlayaq müzakirəyə. İlk əvvəl dəvət etmək istəyirəm bura. Bizim belə deyək də, verilişimizin ağsaqqalı, bütün belə ahıl mövzularda, müdrik mövzularda hər zaman bizim qonağımız olur. Şair Vaqif Yaquboğlu buyuracaq. Salam, xoş gəlmişsiniz. Buyurun, xoş gəlmişsiniz. Tamam, buyurun. Və dəvət etmək istəyirəm bura Respublikanın ilk rəsmi diktoru, əməkdar artist, prezident təqaüdçüsü Natəvan xanım Hacıyeva buyuracaq. Xoş gəlmişsiniz. Bəh, maşallah. Kömək eləyim sizə. Buyurun. Və dəvət etmək istəyirəm bura Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur bəy buyuracaq. Xoş gəldiniz Elnur bəy, buyurun, əyləşin. Və dəvət etmək istəyirəm bura, bax, yəni bütün analar təbii ki uşaqlarını sevirlər, amma bu xanımın uşağa olan düşkünlüyü, ona ayırdığı diqqət, təsəvvür edin, şükür Allah, imkan var, şərait var. Uşağı məktəbə başqa bir, yəni sürücü və yaxud da qardaş da aparıb gətirə bilər, amma özü aparır, özü gətirir bu qədər işin içərisində, inanmazsınız. Və otağa gəlib yığır, otağa gəlib kurtkasını soyunmamış yığır. Uşaq yeməyini yedi, nə yedi? Sulu xörəyi yedi, şokolad hələ vermək olmaz, birazdan vermək olar. Baxın, dəvət edin, bax, bütün bu şeylərə vaxtı necə çatır və niyə görə məhz öz nəzarətində saxlayır? Bütün bu xırdalıqları bizə açıqlasın. Mənim həmkarım, teleaparıcım Rövşanə Ağasəf qızı buyuracaq. Buyurun. Sağ əlin mənim başıma Rövşanə, səndə olan səbir uşaq üçün məndə olsun. Buyurun. Və dəvət etmək istəyirəm bura, müğənni, o da anadır və görək o bu qədər işin içərisində uşaq tərbiyəsinə necə vaxt ayırır və nələrə önəm verir, Lətifə Soyuz öz gözəl ifası ilə. Edilen cinayet, melek alsın temizlerim.
yoktur diğerlerinden. Tattım bilmedim hep senden, o işleri daha nökteledim. Yanımda kalsın bu günler, diğerim yoktur diğerlerinden. Tattım bilmedim hep senden, o işleri daha nökteledim. Yanımda kalsın bu günler. Teşekkürler. Lətifəm, bu belə zəhimli mahnı idi doğrudan, yoxsa mənə elə gəldi? Nəsə qorxacaq olmuşam mən axır vaxtlar. Sizcə? Çox zəhimli belə mahnıdır, hə elə? Bəli, zəhrimizdə burada həm pop var, həm rock var. Hə, Bu rockun dedim bəlkə mən axır vaxtlar qorxacaq olmuşam. Nəsə gördüm mahnı mənə çox vahiməli gəldi, amma çox gözəldir. Yəni burada Lətifə, mən sizi həyatda ilk dəfədir görürəm. Rəfşaniyə əslində siz çıxanda bir balaca yaxşı mənada qeybət etdim xırda. Deyirəm ki, Lətifə xanım bizdən beş bətər. Efirdən başqa cür görünür elə şey. Kilolu görünür. Yəni ərəb qızlarına oxşuyur ilk əvvəl. Yəqin deyiblər də sizə bunu, hə? Bir də geyim üslubunuzu çox bəyəndim. Çox təşəkkür edirəm. Çox təşəkkür edirəm. Bir qədər tərziniz uyğun, yarı klassik, yarı rock. Yəni maraqlı tərziniz var və çox bəyəndim bunu. Çox təşəkkür Hər edirəm. kəsin uşaqları var. Hətta nəvələr. Elə mahnı da ərəb ritmi idi, danış. Yox, çox xoşuma. Biraz düzdür qorxdum, amma sonra sakitləşdirdim. Sözlərinə görə idi də. Sözlərinə görə yəni bir qədər zəhim lazım. Bunlara icazənlər, Buyurun. onlar bir sürpriz büyük. Buyurun. Bugün Azerbaycan televizyonunun günü de 14 fevral. Aha, mikrofon zəhmət olmuş. 14 fevral ilk defa Televizyon- 1956 yılda televizya efirə verilişləri var. Heç yadından çıxıb görürsən, hə? Düzün desem ha yadımda değil. 14 Yalandan bir ben fevral. apartlar kimi niye değilim ki? Ha, bilirdim de indi diyeceydim. Birazdan diyeceğim. Yok diyebilmem. Diyeceydin. Çünkü bugünden bağlı o kadar günler var ki. Günler birini var. çıkardılar, biri kalır. O bir son Ben isterdim ki bütün televizya işçilerini tebrik ederim. Çok sağ olun. Biz de tebrik ederiz. Küçükten büyüğe kadar hamısı, bütün kanalların, bütün işçiler tebrik ederim. Valla biz de bu tebrike koşuluruq, tebrik edirik. Təqvimimizdə gözəl günlər çox olsun. Çok olsun, güzel verilişler olsun. Bəli. Özde ben size diyeyim ki, ben təkcə işçileri, televizya işçilerini tebrik edemiyorum. Tamaşaçılarımızı da Əlbəttə. tebrik ederim. Ona göre ki bizim bu Onlar bizi verilişler, izləməkə, bu verilişləri güzel deyirik. verilişler onlar için hazırlanır. Deməli onlar da gözləyir bu verilişleri. Onlar da onların da bayramıdır. Başa. Ben həmişə bu bayramı daha özümü üstün tuturam. 2-3 dəfə bayramdır və bir mənim 14 fevral, bir avqustun 16-sı mənim ilk dəfə işə getdim 1960-cı ildə. Dedim, Artıq Natəvan xanımın nəvəsi var və nəvəsinin toyuna hazırlaşır. Bizdə dəvətli yox toy artıq. Vaqif Bəy'in də nəvəsi var. Amma hələ balacadılar. Var, nəvələrim var. Rövşanə, bir dəqiqə üzr istəyirəm. Rövşanə xanım valideyindi. Bəli. Elnur bəy valideyindi. Yəni nənə baba deyirlər. Gəl mənə nənə deməyək, xahiş edirəm. Yox demirəm də. Bir də noyabrda 3 dəfə bayram. Amma mən 2 bayramı daha əsas özümə tuturam. Bax 14 fevral, bir də avqustun 20. Laf yaxşı. Allah sizə can sağ olun. Çox sağ ol. Bütün bu günləri Çox sağ ol. hər zaman gözəl qarşılayın. Tamam. Bir istəyərdim ki, mövzuya keçməzdən əvvəl bir uşaqları görək defiləmizdən. Bir onlara baxaq. Daha da əhvalımız qalxsın. Və bir öz uşaqlığınızı yadınıza salın. Elə için mən